ومن يضلل فلا هادي له ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا محمدا عبده ورسوله اللهم صل على سيدنا ونبينا محمد وعلى آل سيدنا ونبينا محمد أما بعد فيا عباد الله اتقوا الله وأطيعوا إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم استعيذ بالله بسم الله الرحمن الرحيم وقيل من راق. Möhtərəm müsəlmanlar, möhtərəm qardaşlarım, Allah Azze ve Celle insanı bir pıxtılaşmış bir qan parçasından yaradır. Allah Teala insana can verir. Və Allah Teala ona Quran-ı Kerimdə də Allah Teala'nın buyruğu üzərinə Allah Teala buyurur ki, biz sizi öncə zəiflikdən güclülüyə çıxartdıq və sonra güclülükdən yenə zəifliyə çıxartdıq. İnsan, Allah Teala insana bir uşaq yaradır. Zəif olur, qayğıya ehtiyacı olur və sonra Allah Teala onu qüvvətləndirir və sonra Allah Teala yenə də qocalığa doğru onu zəiflədir. İnsanın ömrü bu qədər qısa və zəifliklə güclülük arasında keçir. Niyə görə insanın ömrü bu qədər qısa və zəif? Çünki insan ömrünün bir qismini uşaqlıq dövrü olaraq yaşayır, həyatı hələ tam dərk eləmir. Və sonra həyatı dərk elədikdən sonra da bir o qüvvətlilik dövrünü yaşayır və sonra da qocalıq dövrünə keçir və kimisi keçib müəyyən qədər qocalıq dövrünü yaşaya bilir, kimisi heç onu yaşaya bilmir. Və insan nə olur? Ömrü sonra da bitib gedir. İndi bu zaman dilimində kiminin ömrü onun üçün bərəkətli bir ömür olaraq keçib gedir. Az belə olsa, uşaqlıq dövründən qocalıq dövrünə qədər 10 il belə yaşasa adam, kimisi üçün o 10 il, 100 il kimi bərəkətli olur, kimisinin də ömrü puç olub gedir. Bizim dilimizdə belə bir söz var, ömrünü puç etmək, puç olmaq. Bəzən insanların başına bir müsibət gəldiyində, yaxınlarını itirdiyində, başına bir xəstəlik gəldiyində deyir ki, mənim ömrüm puç oldu, getdi. Mən bu dünyadan heç nə görmədim. Mən bu dünyada bir gün ışığı, gün üzü görmədim, deyir bəzi insanlar. Amma əsl ömrü puç olub getmək budur ki, insan bir ömür keçirdir, bir ömür yaşayır, amma o yaşadığı ömürdə Allaha yer vermir. O yaşadığı ömürdə Allahı tanımadan gedir. Allaha qul olmadan gedir. Allahın əmrlərini saymadan gedir. Necə istədi, elə də yaşayır. Ürək necə istəyir, elə də yaşayır. Onun həyatındakı qaidələri, qanunları Allah belirləmir. Onun həyatındakı qayda və qanunları nəfs və həvası belirləyir. Nə istəyirsə onu da eləyir. Adam həyatda özü üçün sərhəd qoymamışdır. Yəni Allahın sərhədlərini tanımır. Bu insanın ömrü puç olub getmişdir. Allah Teala Quran-ı Azimüşşanda bizə Qiyamət surəsində o insanlardan danışır. O insanlardan danışır, ömrünü puç eləyən, ömrünü həba eləyən insanlardan danışır. Allah Teala buyurur ki, Estaizu billah, Bismillahirrahmanirrahim. Kəllə bəl tuhibbunəl acilə. Xeyr deyir. Onlar tam əksinə eliblər, tez uçub gedən bir ömrü, uçub gedən bir həyatı seviblər. Uçub gedən bir həyat nədir? İnsan bir də baxır ki, cavandır, bir də baxır ki, artıq yaş gəldi, keçdi, bir də baxır ki, ölümün pəncəsindədir. Qısa bir həyatı, göz qırpımı qədər olan həyatı sevib getdi, deyir o insanlar. Ona bağlandı, o həyata bağlandı. وَتَذَرُونَ الْآخِرَةِ Ahirət həyatını isə, ahirət sözü əxir sözündən gəlir. Ahir sözündən, bizdə də istifadə edirik, ahir.
Yəni, axırıncı və əbədi olan həyatı neynədir? Adam tərk elədi, getdi. Axirət həyatını tərk eləmək nədir? İnsan istəsə də, istəməsə də axirətə gedəcəkdir onsuz da. Amma o axirətdəki Allahın mükafatını tərk elədi deməkdir. Axirətdəki Allahın mükafatını isə tərk elədi. Əbədi mükafatı, əbədi qurtuluşu adam tərk elədi. Nəyə bağlandı Allah təala buyurur? Onlar keçici, tez uçub gedən, sürətlə keçən bir həyatı sevdilər. Vucuhun yevmə izin nazira. O gün, axirət günü bəzi üzlər parıldayacaqdır. Par-par yanacaqdır. İlə Rabbihə nazira. Və Rəblərinə doğru baxacaqlar. Axirətdə də bilirsiniz, ən böyük neymət nədir axirət neymətləri içərisində? Müminin Rəbbini görməsidir. Ən böyük neymət axirət neymətləri içərisində odur. Ondan üstün bir neymət yoxdur. Diğer neymətlərin hamısı, cənnət neymətləri insanın nəfsinə xoş gələn neymətlərdir, amma bir möminsin. Ən böyük neymət Rəbbini görməkdir. Vucuhun yevmə izin nazira, ilə Rabbihə nazira. Vucuhun yevmə izin bəsir. Və o gün bəzi üzlər də qaralacaqlar. Qapqara olacaqlar. Tazunnu ən yuf'alə bihə fəqira. Və onlara gələcək bir musibəti zənn eləyəcəklər. Və o gün o insanlar başa düşəcəklər ki, özləri qaralan insanlar başa düşəcəklər ki, onlara bir musibət gələcək. Əsl musibətin nə olduğunu onda dərk eləyəcəklər və biləcəklər ki, onlara bir musibət baş verəcəkdir. Bəli, o musibəti artıq hiss eləyəcəklər. Kəllə izə bələğət təraqi. Xeyr. Elə ki, deyir, kəllə izə bələğət təraqi. Can gəldi, hara çıxdı? Ulğuma dirəndi. Bu təraqiyə, bu raqi sözündən gəlir. Boğazdakı bu hülqum. Elə ki, deyir, can ora çatdı. Və qilə mən raq. Yoxmu bir şifacı, yoxmu bir qurtarıcı deyiləcək o insanlar. Deyəcək, yoxmu bizi buradan bir qurtaran? Elə ki, can gəlib artıq boğaza çatdı. Və zannə ənəhul firaq. İnsan onda başa düşəcək ki, bu artıq nədir? Ayrılıqdır. Bu gedişdir. Vəltəffətis-səqu bis-səq. Ayaqlar ayaqlara dolaşacaq. Ayaqlar ayaqlara dolaşdığı zaman, can gəlib xırtdaya çatdığı zaman insan başa düşəcək ki, artıq bitdi. Bitirdim. Artıq gecdir. Nə eləyəcəkdimsə bu vaxta qədər eləməliydim. Artıq bitdi. O gün insan üçün ondan sonraki insanın deyəcəyi bir şey nədir? Deyəcək, Rəbbim, məni geri göndər. Geri döndür, təzədən salih əməllər işləyir. Artıq o da gec olacaq. Elə ki, can boğaza çatdı, ayaqlar ayaqlara dolaşdı. Artıq o insan başa düşəcək ki, bu nədir? Allah təala buyurur ki, وَظَنَّ أَنَّهُ الْفِرَاقِ. Bu bir ayrılıqdır. Bu gedişdir. İlə Rabbikə yevməydin el-məsəq. O gün bütün insanlar ən sonda hamısı Rəblərinə döndürüləcəklər. Hamısının gediş yeri, dönüş yeri Rəbləridir. Fələ saddəqə və lə sallə. Nə təsədəqə vermədi, nə namaz qılmadı. Bədbəxt oldu. وَلَكِنْ كَذَّبَ وَتَوَلَّى. Lakin yalanladı və üç çevirdi. Ona deyəndə ki, namaz qıl, dedi ki, qoy namazı varlılar qılsın. Ona deyəndə ki, namaz qıl, dedi ki, qoy namazı Allahın neymət verdiği kimsələr qılsın. Mən niyə qılıram? وَلَكِنْ كَذَّبَ وَتَوَلَّى. Yalanladı və üç çevirdi. ثُمَّ ذَهَبَ إِلَى أَهْلِهِ يَتَمَطَّى. Sonra öz dostlarının, onun kimi düşünənlərin yanına öyünə getdi. Həyatını bir boş əyləncələrlə keçirtdi. Həyatı ancaq və ancaq yeməkdən, içməkdən, zinadan, şəhvətdən, böbürlənərək, kibirlənərək, gəzməkdən, bu tür şeylərlə həyatını məhv elədi. Əvlə ləkə fəəvlə. Bu, Quran Azimüşşanda ən qorxuducu ayələrdən birisidir. Əvlə ləkə fəəvlə. Vay olsun sənə, vay olsun. Thumma əvlə ləkə fəəvlə. Sonra sənə yenə vay olsun, vay olsun. Vay o kimsənin halına. Niyə artıq geri dönüşü yoxdur?
Əməl dəftəri bağlanandan sonra nə qədər insan geri dönmək istəsə, onun geri dönüşü yoxdur. Əyəhsəbul insanu ən yutrakə sudə. Bu surənin bu yeri ən insan üçün gözünü açacaq yerdir. Allah təala buyurur ki, əyəhsəbul insanu ən yutrakə sudə. İnsan başı boş buraxılacağını zənn elədi. İnsan elə düşündü ki, Allah məni yaratdı, mənə bu qədər neməti də verdi, ağıl verdi, məni heyvanlardan da üstün yaratdı, hamısına məni hökm eləyən yaratdı və bu qədər şeylə bərabər məni başı boş buraxacaq, onu mu zənn edir insan? Elə necə istəyirəm, elə yaşadım, axırda da elə ölüb gedəcəm, elə mi zənn edir insan? Başı boş buraxılacağını mı zənn eləyir? Allah ona heç nə ilə əmr eləməyəcək, Allah ona heç nədən nəhy eləməyəcək, elə yiyəcək, içəcək, onun haqqına girəcək, bunun qanına girəcək, o şəkildə də ölüb gedəcək, başı boş buraxılacağını zənn edir insan. Xeyr. Ələm yəkun nutfətən min məniyyin yumnə. Biz deyir o insana bir ixtilanmış bir mənidən yaratmadıq mı? Thümmə kənə aləqətən fəqələqə fəsəvvə. Sonra o laxtalanmış bir qana çevrildi və sonra da Allah ona bir şəkil verdi. Gözəl bir surət verdi Allah Teala insana. Gözəl bir şəkildə Allah insanı yarattı. Fəcəalə minhu zəvcəyni zəkərə vəl-unsə. Və Allah Teala ondan kişi və qadın olmaq üzrə iki cins yarattı. İki cins yarattı Allah Teala insanı. Üçüncüsü deyil. Əleyfə zəlikə biqadirin alə ən yuhiyyəl məvtə. Bunu eləyən Allah. Allah bu misalı bizə niyə verir? Bunu eləyən Allah səni yoxkən, heç nədən, fişli bir sudan, sonra laxtalanmış bir qandan yaradıb. Sənə bu gözəl surəti verən Allah səni təzədən yarada bilməzmi? Sən elə fikirləşirsən ki, öldün, getdin, artıq əlini üzdün mü bu həyatda? Səni heç nədən, bu yoxluqlardan yaradan Allah səni təzədən yarada bilməzmi? Əlbəttə səni təzədən yaradacaqdır. Və dönüş ancaq və ancaq Allah Teala'yadır. Hara qaçsan da, hara getsən də dönüş ancaq Allah Teala'yadır. Ona görə insan bunları dərk eləməlidir, vaxtında dərk eləməlidir. Və nə qədər ki, möhlətlik, nə qədər ki, hələ ki, o can gəlib bura çatmayıb, ən qorxulu, bir mömin üçün ən qorxulu şey hazırlıqsız ölümdür.